Müsəlman Birliyi Hərəkatının təşkilatçılığı ilə 11-ci imam Həsən Əskəri əleyhissalamın mövludu günü qeyd olunub. Ölkənin inanclı kəsiminin və tanınan ilahiyyatçıların iştirak etdiyi tədbir Quran ayəsinin oxunması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri Müsəlman Birliyi Hərəkatının sədrəvəzi ilahiyyatçı Elçin Qasımov açıb. O tədbirə təşrif buyuran bütün qonaqlara Müsəlman Birliyi Hərəkatının sədri, tanınmış ilahiyyatçı alim Talib Ağırzadənin adından təşəkkür edib. Yeni yaradılan hərəkatın xətti, fəaliyyət prinsipləri və gələcək layihələri barədə məlumat verib. İslam və milli məfkurədə ümmətçilik devizi altında fəaliyyət göstərən hərəkatın Azərbaycançılıq və İslam dəyərlərini özündə birləşdirdiyini diqqətə çatdırıb. Azərbaycan xalqının hər zaman öz milli və dini dəyərlərinə sahib çıxdığını, həmçinin bu dəyərləri uca tutduğunu bildirib. Hərəkatın yaradılmasının səbəblərindən danışan ilahiyyatçı əsas məqsədin əsl İslamı olduğu kimi dünyaya çatdırmaqdan ibarət olduğunu deyib. Azərbaycan xalqını böyük anlamda bir ailəyə bənzədən Elçin Qasımov xarici qüvvələrin zaman-zaman cəmiyyətə müdaxilə etməyə çalışdığını, lakin bu niyyətə müvəffəq olmadıqlarını vurğulayıb. Biz müsəlman Azərbaycan xalqı olaraq ölkə daxilində yaranan hər hansı bir fikir ayrılığını və problemi öz aramızda anlaşaraq həll etməli və bu məsələdə hər hansı xarici qüvvənin müdaxiləsinə imkan verməməliyik, deyə Elçin Qasımov əlavə edib. Kimsə əgər çalışsa, istəsə, xüsusən Azərbaycanda olmayan bir qüvvə Azərbaycana əl uzatmaq istəsə ki, bu xalqı İslamdan ayırsın, Azərbaycançılıq və İslam dəyərlərini ayrı-ayrı cəmiyyətə təqdim eləsin, bu bir növ əti dırnaqdan ayırmağa bənzəyir. Xüsusən də bu günləri öz sözü ilə, əməli ilə, öz davranışı ilə, İslama bağlılığı ilə, Allahdan aldığı yardımla Talib Ağırzadə qardaşımız, böyüyümüz və başqa digər qardaşlar ki, İslam yolunda fədakarlıq nümayiş elətdiriblər və İslamı dəyərləri Quran və Əhl-i-Beyt işığında bu dəyərləri müdafiə ediblər, bu dəyərlərə görə çalışıblar. Onların istəkləri də Azərbaycanda həqiqi İslamı insanlara çatdırmaqdır. Daha sonra tədbirdə Müsəlman Birliyi Hərəkatına yenicə qatılan şəxslərə üzvlük vəsiqələri təqdim olunub və tədbir iştirakçılarının hərəkat barədə sualları cavablandırılıb. Əskərov Bəhruz, Dadaşov Ağa İsmail. Belə müəyyən rayonlarda, məsələn, Şirvanda, digər şəhərlərdə filial olacaq. Ümumiyyətlə elə fikir bundan ibarətdir ki, nəinki Azərbaycan, dünyada yaşayan müsəlmanlarla qarşılıqlı əlaqəmiz olsun. Tədbirdə çıxış edən ilahiyyatçı Qürbət Abdulov İmam Həsən Əskəri əleyhissalamın mövludu münasibəti ilə bütün müsəlmanları təbrik edib. Müsəlman Birliyi Hərəkatının yaradılmasını tədqirə layiq hal kimi dəyərləndirən ilahiyyatçı müsəlmanların təşkilat ətrafında sıx birləşəcəyinə inandığını bildirib. Hərəkata gələcək fəaliyyətində uğurlar arzulayıb. İlahiyyatçı dünyada bir çox radikal dini cərəyanların İslam pərdəsi altında fəaliyyət göstərdiyini və dinə ləkə olduğunu deyib. Əsl İslamı dünyaya çatdırmaq və dinimizi qorumaq üçün müsəlmanları əllərindən gələni əsirgəməməyə çağırıb. Bugün körpələri öldürən, insanları öldürən və bu sözü ki, mənə şəxsən bir vəhabinin tərəfindən, IŞİD-in tərəfdarları tərəfindən tələbələrdən biri çatdırdı, dedi ki, mən özüm onlarla bəhs eləyəndə dedi ki, bizdə insanı əfv eləmək, bağışlamaq məkruhdur. Biz bağışlamırıq, Peyğəmbər buyurur, İrhamu turhamu. Bağışlayın, bağışlanasınız. Bunların proqramında, yəni insaniyyətdən xəbər yoxdur. Ardınca tədbirdə söz alan ilahiyyatçı Rauf Hüseynov Müsəlman Birliyi Hərəkatı vasitəsilə müsəlmanların daha da möhkəmlənəcəyinə inandığını qeyd edib. İslama ləkə gətirənlərə və müsəlmanlara zülm edənlərə qarşı hərəkat üzvlərinin qətiyyətlə mübarizə aparacağını vurğulayıb. Hərəkatlarla, bu tip yığıncaqlarla, bu tip birliklə inşallah biz o firqələrə bölünməyin və Allahın dediyi, Allahın ipindən möhkəm yapışın. Yəqin ki, inşallah bu hərəkatla o start götürəcək.
Daha sonra tədbirdə ilahiyyatçı Elgün Axund çıxış edib. Əziz İslam Peyğəmbərinin Əhl-i-Beyt və Qurani-Kərimi müsəlmanlara əmanət qoyduğunu deyən ilahiyyatçı 11-ci İmam Həsən Əskəri əleyhissalamın mövluduna yığışmaqla müsəlmanların bu iki müqəddəs nemətdən ayrı düşmədiyini bildirib. Yeni yaradılan hərəkata gələcək fəaliyyətində uğurlar arzulayıb. Bu məclisi təşkil edən bizim yeni yaranmış bu hərəkatın üzvləri Allah Teala onları bu yolda müvəffəq eləsin inşallah. Onların zəhməti nəticəsində bu məclis ərsəyə gəlib. Mən təzə yaranmış bu hərəkata da təbrikimi söyləyirəm və onlara uğurlar arzulayıram. Tədbirdə yekun çıxışı edən Quran hafizi, tanınmış ilahiyyatçı alim Zülfüqar Mikailzadə öncə Mövlud günü və Müsəlman Birliyi Hərəkatının yaradılması münasibəti ilə müsəlmanları təbrik edib. Birliyin yalnız İslam dəyərləri üzərində qurularkən möhkəm olduğunu bildirib. İnsanlar arasında vəhdəti 3 əsas məfhumla qoruyub saxlamağı mümkün olduğunu deyən ilahiyyatçı çıxışını bu istiqamətdə qurub. Vəhdətin təməlinin sevgi, ağıl və ilahi dəyərlərin üzərində qurulduğunu diqqətə çatdırıb. Əleyni yolumudur ki, ilahi dəyərlər. Əgər biz əleyni qəlbən seviriksə, şuuran seviriksə, şuaran yox, şuuran seviriksə, onda yerə ilahi dəyərlər meyar olsun. İlahi dəyərlər meyar olarsa, məhəbbət, ağıl, bu ilahi dəyərlər meyar olarsa, o vəhdəti heç kim qıra bilməz. Quranın sonuncu ayəsini sizin üçün oxuyuram. Allah deyir ki, mən dini kamil göndərmişəm. Siz qorusanız, heç kim sizə ata bilməz. Tədbir Badikubə İlahi Nəğmələr qrupunun ifası və Əhl-i-Beyt şairi Elşən Xəzərin şeirləri ilə davam etdirilib. Sən bəşərin əşrəfisən, ya Rəsulallah. Sən nə bilər sərvərisən, ya Rəsulallah. Sən gözəllik mənbəysən, ya Rəsulallah. Sələvatına gözəl üstünə gül tavalırlar. Sən bəşərin əşrəfisən, ya Rəsulallah. Sən nə bilər sərvərisən, ya Rəsulallah. Sən gözəllik mənbəysən, ya Rəsulallah. Sələvatına gözəl üstünə gül tavalırlar. Hamı bildi yazıram namə sənin ünvanına. Nəzər et nokərvün naləsinə, əfqanına. Ağa, sən mən and verirəm başsız Hüseynin canına. Hasan! Rüsvay olmaq yaman işdir. Mən rüsvay eləmə. Ağacan qurban olun, zəhmətimi zayi eləmə. Müşfiq Tofiqoğlu, Ceyhun Əlizadə, Azad Xəbər.